Sidiyə tez-tez gedirsiniz, ən əsas da prostat problemləriniz var. Bu resept cinsi zəiflikdən əziyyət çəkənlər üçün çox möhtəşəm, təbii bir reseptdir. Dəyərli izləyicilərim, ilk öncə zəhmət olmasa videomuzu bəyənin, videomuzun şərh bölməsində davam yazaraq bizə dəstəyinizi nümayiş etdirin. Gözəl izləyicilərim, 2 kiloqram dağ cökə balına, 300 qram təbii qoz, 300 qram badam, 2 xörək qaşığı zəncəfil tozu, 1 xörək qaşığı darçın tozu. Qozu badamı xırda doğrayırsınız, amma tam un kimi yox, biraz diri qalmalıdır. Çərəzləri bala əlavə edirsiniz. Üzərinə zəncəfil və darçın tozunu da əlavə edib yaxşıca qarışdırırsınız. Qarışığı təmiz bir şüşə qaba töküb ağzını möhkəm bağlayın. Gündə 1-2 yemək qaşığı səhər və ya axşam yeməkdən sonra istifadə edin. Bu dediyim resept sizdə cinsi zəifliyi, prostatı möhkəmləndirəcək, sidiyə tez-tez getmənin qarşısını alacaq. Dağ cökə balı tapa bilməsəz 050 458 1991 nömrəsi ilə əlaqə saxlayın. Pulsuz çatdırılma mövcuddur.